Plagiat Podcast'ın All Star bölümünə xoş gəlmisiniz. Bir özünüzü təqdim edin. Mən Qəhrəman Əkbər, artıq 4 ildir ki, Plagiat Podcast ilə məşğulam. Hobbilərim arasında podcast eləmək, plagiata content eləmək və gig stand-uplara baxıb reaksiya eləməkdir. FRP oynamaq. FRP oynamaq təbii ki. İşin də nədir? İşim IT işindəyəm. Bu qədər. Mən Nəzrin Salamzadə. Salam Nəzrin. Salam. Mən 4 ildən qabaq belə burada olmuşam, amma ki video qabağında olmamışam. İndi belə kameraya peşmanam gəldim. Peşmanam. Mənə xəbər verməmişdilər ki, kamera olacaq. Burada dayanmışıq. Görək nə baş verəcək. Sənə mikrofon olacaq deməmişdik yəni. Mən belə Məncə Nəzrin prosta bizlə takılmağa görə gəlmişdi. Biz onu məcbur elədik. Mən bunu belə başım qarşısında bir şey kimi eləmişdim. Nəysə belə görək mövzular nə olacaq bilmirəm. Sənə deməmişdik məsələn piano olacaq, amma kökdə olmayacaq məsələn. Həyat sürprizlərlə dolu. Arxada piano da var, amma piano hətta royaldır bu. Belə yaşayan bir. Fərqi nədir? Royal daha böyükdür, konsert üçün nəzərdə tutulur. Piano isə daha bir növ məşq üçün, ev üçün nəzərdə tutulan yığcam yönümlüdür. Belə Amma texniki olaraq eyni cihazdır da. texniki olaraq hə. Yəni bunun akustikası daha yaxşıdır da, yəni böyük konsert zalları üçün. Boş. Plagiat Podcast'a xoş gəlmisiniz. Bu gün pianinolardadır. Hə, akustikası yaxşıdır. Başqa nə musiqi alətlərini sevirsən məsələn? Orqan məsələn. Bu arada Organ. Orqan. Mən də sevsəm. Orqan. Orqan. sən şeylə orqan appendisit də var. Məsələn, orqanları çalmaq məsələn necə bir heç çalmısan orqan? Orqan hansıdır o? Kilsələrdə var belə. Basırsan Jack Farabeyin düşməni çalırdı. Jack Farabeyin Karib dənizinin quldurlarına. Hə. Genel kültürümüz də var. Hə, Jack Varadey nədir? Jack Varabey. Varabey də elə bu şey deyil. Vadaley. Vadaley nədir? Dolça. Jack Dolça. Jack Dorsey. Heç çalmısan orqan? Hə, ikinci sahəm olaraq o da. Doğrudan. İkinci sahə. Necə bir hissiyatdır məsələn orqan çalmaq? Orada çalmaq bir ilk dəfə ona qarşılaşanda çox belə dedim ki, mən bunu çala bilməyəcəm də. Yəni bunu da ayaqla da çalışsam, bunu əllə də çalışsam. Ayaqla da çalışsan? Hə, ayaqla da pedallar. Hə, mən elə bil. Klaviaturası var. Bir dənə altda var dillər, bir dənə də aşağıda dillər var. Ayaq barmaqları. Ya. Mən bir dənə mahnı eşitmişəm onun çalmaq. Dərədə. Yəni o da bitdi. Onun Yəni, adı nə idi? ondan başqası var. Bəhreyn nə idi? Belə deyim də, çoxdur ona yazılan əsər. Yəni əsəri sırf ona yazmaq lazımdır eğer yazırsansa. Çünki mən inanmıram ki, nə də çalsan yaxşı bir səs çıxar o melodiya. Əsəri ona yazırsam, məsələn, Baxın özü Vivaldinin bəzi işləmələrini arqana köçürür. Yəni əgər sən bacarırsansa onu başqa əsərləri arqan üçün köçürür. Vivaldinin 4 fəslini məsələn çalmaq olar orada. Daha çox payızı. Payızı çala bilərsən. Daha çox payızı çalmaq olar. Digər 3 fəsli o qədər də yox. Məsələn, yay heç orqan deyil. I know you want. Ümumiyyətlə o sən demə, o Bəhreynin nə idi o mahnının adını? Baxın. Baxın, Reminor Takkatur. Takkaturuk, nəsə elə bir şey. Reminor Takkatur. Sən bir söz deyim, sən indi bu incə sənətin içindən bir adam olaraq, məsələn, Reminor Takkaturuku indi Mənə incə sənətin içində adam olmaq özümü belə çox daha da qısıtlanmış şeyəm, bir qəribə şəkildə ondan cavab. Sən incə sənətin belə çöl bayırında olan bir insan olaraq indi. Bu Reminor Takkaturuku indi o Bach yazanda hansısa bir deyib ki, məsəl üçün mən bunu bu məqsədlə yazmışam. Məsələn, bunu yazanda bu hissləri keçirmişəm falan. Belə bir şey deyib. Çünki o konkret pis adam mahnısıdır yəni. Fikir vermisən? Pis adam deyil, kilsə mahnısına. Kilsə yox, konkret yəni ki, hansı filmdə, serialda pis adam gəlirsə, dərədən. Ha, o ola bilər. Belə bir məlumatımız var əlimizdə ki, bu adam konkret deyib ki, hə də içimdəki pisliyi tökürəm bunu yazanda yoxsa yəni. Sırf o əsəri bilmirəm, amma bəzi bəstəkarlar hə məsələn deyib ki, mən buna uyğun yazmaq istəyirəm, bu şeyə həsr edirəm. Mən bunu başa düşürəm, bunu istəyirəm, amma bununla bağlı bir xüsusi bir xəbərim yoxdur. Məsələn, Requiem var. Ümumiyyətlə Adam yazmalıdır. Hansı Mərsiyə yaz. kafada olasan ki, elə bir şey yazasan. Nədən danışırdıq? Tupoyluqdan danışırıq. Hə, Tupoy insan tupoyluq kimə deyirlər? Tupoyluq məsələsini Nəzrin dedi. Tupoyluq nəyi deyirəm? Məsələn, Azərbaycanda kimsə çıxıb deyəndə ki, məsələn, WhatsApp-mızı qızlar görür. Qızlarımızı WhatsApp görür, yaxud da WhatsApp-mızı qızlar. WhatsApp-mızı O da olar. Ancaq oğlanlar. Mark işarə. Ancaq oğlanlar. WhatsApp-ımız qızlar Azərbaycanda. OnlyFans-ımızı qızlar görür. Deyəndə buna
etiraz edən bunun məntiqsiz bir arqument olduğunu başa düşən yaxud da iddia edən adamların nisbət faizi azdır. Çünki yəni savadlılıq dərəcəsi o qədər deyil. Yəni savadlılıq dərəcəsi məktəbdə ata yurdunu yaxud da nə bilim Azərbaycan dilini yaxşı oxumağı nəzərdə tutmuram. Sosioloji baxımdan bir cəmiyyətin necə işlədiyi ilə bağlı bizim insanlarımızın biliyi azdır. Yəni IQ-su desən azdır. Yəni tam olaraq IQ deməyim, bilik bazası o qədər yoxdur da. Məsələn, bir nəfər çıxıb deyə bilmir ki, WhatsApp-ın nə dəxli var da buna. Bilik buna kifayət eləyir. Okey, çox bilikli insanlar ola bilər, amma ki, emosional tərəfdən çox zəifdir. Bildikləri bilik, amma onlara reaksiya göstərə bilmir. Məsələn, atıram bu dəqiqə 40 yaşlı birinə bilik versən, o yenə həminki adam olaraq qalacaq. Amma yeni nəsil məsələn, hazırda gələn nəslə sən savadlı şəkildə yetişdirsən, savadlı şəkildə yoxsa savad deyəndə nəyi nəzərdə tuturuq biz? Sual verir. Məsələn, ilk kim olub tupoy demiş, ya onunla başlamışıq o. Tarixdəki ilk tupoy kim olub? Yəni bunlar danışaq. tam olaraq mən də başa düşmədim. Məsələn, tarixdəki ilk tupoy kim olub? O daşı-daşa sürtən adama deyirlər tupoysan, nəyinsə. Yox, hansı şeylərə görə, hansı detallarmı deyim, mən biraz zəifdir bazam. Hansı şeylər var ki, detaldır ki, biz o adama tupoy demişik və ona uyğun olaraq da davam eləmişik ki, o adamlara tupoy deyim. Məsələn, keçən dəfə mənim sevdiyim bir söyüş var, amma bunu deməyəcəm. Mənim sevdiyim bir söyüş var, belə bir ifadə. O söyüşü çox sevirəm, həmişə deyirəm və bunu dedim kiməsə. Sonra oturmuşam onun üzərində fikirləşirəm ki, yəni okey, mən bu söyüşü deməyim üçün deməli mən çox adama deyirəm bunu, tutaq ki 10 nəfərdən nə bilim 8-nə deyirəm də, deməli bu adamları eyniləşdirirəm, amma bu adamlar eyni deyil də. Yəni hər kəs fərqli cür tupoydur deyə bilərik. O da ola bilər. Yəni məncə heç nəyi tam bacara bilməyən insan tupoydur məncə. Yəni çünki hamımız nədəsə tupoyuq məsələn. Okay. Hamımız nəyisə tupoyuq. Amma elə bir insan var ki, heç nəyin ağıllısı olmayan bir insan tupoydur. Məncə bu biraz həm də metafizik olaraq biz insanları dəyərləndiririk ki, bu tupoydur yoxsa yox. Bax məsələn sən 1000 dənə də mövzuda tupoy olsa, mən sən tupoy demərəm, yaxud da nəzinə tupoy demərəm. Niyə ki? Çünki deyilik də. Niyə? Harda tanışsan mən çox harda qəhrəman çox tanışsan. Ya iki dəfə ən azından səninlə görüşmüşəm. Bununla da yəni müəyyən qədər görüşmüşəm də. Ya mənim tupoy olub olmadığım qədər tanıyıram. Onu biləcək qədər tupoymetrə qoşuram məsələn. Amma elə adamlar var ki, çox bilikli də olsa, baxırsan ki, adamı bu tupoydur. Bu. Onu deyirəm də mən də nəsə orada emosional nəsə ona çatmır. O demək olar ki, onda məntiqi tərəfdən hər şeyi bilən adam, bilikli olan adamı, amma emotional intelligence yoxdur. Emotional intelligence yoxsa deyə ona biz tupoy deyə bilərik və yaxud da ki, emotional intelligence var, amma otağı oxuya bilmir məsələn. Məsələn, otağı oxuya bilməmək mənə görə tupoyluq kriteriyalarından biri ola bilər. Amma inkişaf elətdirilə biləcək bir şeydir məncə. Hə də, amma inkişaf elətdirməli olduğu bilmək üçün birinci sən tupoy olmamalısan. Onda belə çıxır ki, biz otağı oxuya bilməyi, biz bunu bacarsaq, düzəldə bilsək, amma bu düzəltməli olduğumuzu düşünsək. Amma emotional. Məsələn, verirsən, burada nə yazılıb? Yataq. Bura nə otağı? İlk dərsdə hər otağın nə olduğu. Bura yataq otağıdır. Onda biz bunu emotional düzəldə bilmiriksə, emotional demək ki, biz tupoy deməliyik. Ola bilər ki, bəlkə emotionala daha yaxın bir sözdür o tupoy. Yəni məsələn adam Sizcə aramızda emotional tupoy mən ola bilərəm. Niyə? Mən deməzdim emotional tupoysun. Yəni mən heç vaxt ətrafı çox belə dəyərləndirə bilmirəm. Yəni o da ki, dəyərləndirmək deyil. Əslində yəni ki, belə oxuya bilmirəm. Yəni istəyirəm oxumaq, oxuyamıram yox da, prosta yəni oxumuram. Vecimə olmur çox vaxt. Yəni öz beynimdə başqa şeylər gedir çünki arxaplandır. Hə bax, belə bir xüsusiyyətləri olur. Emotional intelligence az olan adamlarda, demirəm sən tupoysan. Yəni əvvəlcədən burada. Emotional intelligence azdır. Yox deyirəm. Daim beyninin içində yaşamaq kimi bir tendensiya olur. Məsələn, burada nəsə söhbət gedir. O öz beyninin içində başqa bir şey danışır. 3 dəqiqədən sonra bayaq danışıb üstündən keçdiyimiz mövzunu bir də söhbətə qaytarır ki, təzədən söhbətə. Məndə ADHD var, ondan da var. ADHD məndə var, amma bu ADHD-dir bu. Hə. ADHD tam olaraq nədir? açılışı nə idi onun? Disorder, ADHD, hydropress, disorder, disorder. Attention deficit, hyperactivity disorder. Bunu bilməyə bu açıqladın da sən. Hə, attention deficit. O deyirəm. Bir yerdə burada elədik onu. Hə? Təbii ki. Təbii ki. Biz tupoy Amma mən olmalıyıq. tupoyam. Biz ikimiz birləşib tupoy olmaya bilirik. Amma mən təklikdə. Sənə də bir para lazım idi ona görə. Hə, Vasif gəlsəydi məsələn. Vasif, səni buradan qınayırıq. Bəli. Sən də qına. Mən qınamaq istəmirəm və qınadığım adamın üstünə düşmək istəmirəm. Uyda pisdir. Elə bir şey var. Ay da çox pis oldu. Kaş qınasaydım bunu demir deyəcəyəm. Titanic. Birdən-birə atdı bombanı. Elə. Titanicə mən şək gec baxdım.
Yəni heç baxmaq istəmirdim demək olar. Yəni dəyərli yoxsa? Nə bilim, mən şey yeyəcəm, linç yeyəcəm buradan. Mən Titaniclə bağlı danışmaq istəmirəm də. Titaniclə bağlı bu şeylər var. Danışanlar haqqında danışmaq istəyirəm ki, yəni bir dənə söhbət var. Deyirlər ki, bu gəmini Allah belə batıra bilməz. Gördü sonra getdi batdı. Bunu deyən adam həqiqətən düşünür ki, yəni ki, kimsə orada durub deyib ki, yəni ki, bu gəmini Allah batıramaz. Allah nə batıramam, siz görərsiniz. Bax indi necə batırırlar. Yəni sizcə o qədər içəridəki məsum can falan, yəni o qədər günahsız adam zət. Bir dənə adamın sözünə görə yəni ki, şey qaza gəlib yəni batırıb gəmini Allah, yəni budur məntiqi bu. Əslində hə. Durub da bu söhbətdən elə məntiq axtardıydı. Onda yəni belə bir şey düzdürsə, bunun qarşı tərəfi də düz olmalıdır da. Məsələn, bu gəmiyə Allah nə istəsə eləyə bilər. Desən, məsələn, o gəmi heç vaxt batmaz. Çünki Allahın üzərinə atmış olsan məsuliyyəti. Nə bilim, olsaydı Allah desəydi ki, mən belə çox məntiqli olsaydı, desəydi ki, mən məsuliyyət götürmək istəmirəm. Başına olacaqdı onda. Dəyərli, icebergə dəyərli, prosto batırmazdı onda. Ona qalsa məsələn şey deyilə bilərdi də. Titanic gedir, qabağında resipdən peyda olur bir plakat, istəsən batırar. Və okeanın ortasında. Bu daha asan variant. Ya da ki, məsələn, iddia edirəm, bu podkastı Allah belə 1 milyon baxışa çatdıramaz. Sən bizi amma linçlə məncə buna çatdıracaqsan sən. Yəni bax çatacaq 1 milyon baxışa, amma ondan sonra biz yerə Təsəvvür şey yazırlar da bu tupoylar kimdir? Gəl şeydən danışaq. Termodinamikanın əsasları. Termodinamikanın birinci qanunu təsir əks təsirə bərabərdir. Okay. İkinci qanunu da odur ki, enerji heç vaxt itmir. Bir səhv deyə bilərəm, bunu çox oxumuşam. Üçüncü qanunu da termodinamika ilə bağlı heç yerdə danışmam. Yəni şeydən danışaq, elə homoseksuallıq məsələn. Bu dəqiqə qardaşım, biz deyirik məsələn Azərbaycanda şortikdən danışırıq məsələn. Yəni ki, Amerikada bu dəqiqə şeydən danışırlar. Geylərdən zaten danışırlar. Yəni üçüncü cins olaraq varmı, yoxmu? Yəni bunun müzakirəsi gedir məsələn. Və o Azərbaycana da sıçrayır bir yerdən. Məsəl üçün o Kaspiyan yanında dayanan translar qayıdıb deyirlər ki, biz deydəmiyik. Elə bir görmüsən. Deydəm qorxud. Yox, görməmişəm. Yəni nə ola bilər də amma yəni. Belə bir şey deyim də. Bu var, düzdür? Yəni nə olaraq? Bu dəqiqə ən gəldiyim söhbətdə bu məmnuniyyəsi. Yox, yəni subyektiv kim Türkiyənin siyasətindən danışmağa belə etiraz edirəm burada. Bu mənim qırmızı xəttimdir. Okay, yaxşı başqa söhbət danışaq. Prosta mən o qədər də komment bildirməyəcəm yəqin ki. Ya da bildirə bilməyəcəm. Mən burada heç bir Yəni mənə səninlə maraqlıdır, yəni. Bir şey tutalım ki, müəyyən bir yerə qədər, səviyyəyə qədər hamı bu insanların varlığını zaten qəbul edirdi də. Yəni ki, bu insanlar var. Yəni ki, görürük də, yəni bayırda da görürük, filmlər seyirək ki, belə insanlar var da, yəni ki, yaşayır da bu adamlar. Sonra birdən-birə nəsə belə bu eksesiv şəkildə bunlar yəni ki, məruz qalandan sonra başladılar inkar etməyə ki, yoxdur əslində bu. Yəni, bunun səbəbi nədir səncə? Mən başqa bir aspektdən deyim bunu. Bax mənə səhv gələn indi var yoxdur onu Allah bilər, Allahın yaratdığı bəndələrdir də, yəni hamımız. Məsələ bilirsən nədir? İnsan məsələn kimisə tanıyanda onu ilkin olaraq bu adamın cinsi orientasiyası nədir? Bu adam kimlərlə yatmağa xoşlayır? Kateqoriyası ilə insanı dəyərləndirməyə başlamaq bu özü səhvdir. Məsələn, filan kəs atıram da bu professordur, bu işlə məşğuldur, bu işlə məşğuldur. Bütün bunları qoyursan qırağa və sadəcə ilkin olaraq cinsi orientasiyası ilə bunu çevirirsən ki, bu geydir, yaxud lezbiyandır, yaxud nədirsə. Bunun özü tamamilə yanlış anlayışdır. Yəni ora gələnə qədər, yəni o söhbətə gəlib çatana qədər sənin hələ qabağında nə qədər şeylər var da bu insanı dəyərləndirmək ki, bu düz insandır, səhv insandır, bəlkə elə xiyardır, bəlkə nə bilim serial qatildir, nə bilim nədir və s. O təkcə burada o kimlə yatır duruna əlaqəli bir şey deyil burada. Nə? Sən nə gör? Tutalım ki, sən Abbassan, düzdür? Sənlə özümü bilirəm ki, mən qəhrəman olaraq məsələn, Abbas kişidir. Deyil ya. Niyə gülürsən ki? Peki, sən davam et. Abbas kişidir. Mən bilirəm ki, okeydir. Mən bu ilə necə rəftar edəcəm? Məsələn, bunu belə burada bilərəm. Kişi kimi rəftar edərəm. Rəftar yanında söyüşlə söyərəm. Başa düşdün? Hər cür. Yox, Misal üçün Nəzrin qadındır. Nəzrinin yanında mən daha belə özümü şey. Bu yəni ki, Nəzrinə olan münasibəti Nəzrinlə əlaqəli deyil, mənlə əlaqəlidir. Çünki mən özümü kodlamışam ki, tamam, qadının yanında belə rəftar edirəm, kişinin yanında belə rəftar edirəm. Bu adam gələndə mənim beynimdə toklar yağır bir-birinə, yəni ki, mən başa düşəməm. Mən indi bu ilə kişi kimi rəftar eləməliyəm, qadın kimi yoxsa tamamilə fərqli bir ikisinin hibridi kimi bir şey kimi. Yəni məncə bu insanlara çətin gəlir. Qabağında fərqli bir yəni ki, öyrəşmədiyin bir varlıq vardır və başa düşmürsən belə necə danışırsan, yəni. Yox,
Yo, mən Öyrəşmədiyi dərəcə, yəni ki, danışmırsan da. Yəni təbii ki, yəni kişidir, qadındır. Mən bundan əlaqəli beynimdə data var da, yəni ki, kişi ilə necə rəftar etməliyəm, qadın necə rəftar etməliyəm. Bu data var. Get-gedə o bir data da yaranacaq. Yarandıqca təbii ki, hə, ola bilər. Amma ki, ilkin başlarda təbii ki, mənə çətin gələcək yəni. Və insanlar yeni bir şey öyrənməkdən qorxurlar müəyyən bir yaşdan sonra. Ona görə zaten yəni qoca insanlara bunu qəbul etdirmək daha çətindir. Okey, gey görmüsən deyək ki, amma narahat deyilsən də orada. Yəni bunun səncə məkanla da əlaqəsi var. Yəni, Azərbaycanda fərqli olur, Polşada fərqli olur. Kimi bir hissiyat gəlib sənə? Azərbaycanlı gey ilə qarşılaşmışam. Azərbaycanda gey ilə çox da conversationum olmayıb amma yəni. Amma polyak yəni ki və xarici bir geylərlə də qarşılaşmışam orada. Necə olub onların arasındakı şey? Buradakı fərq nə olub? Yəni mənim dediyim kimi yəni birbaşa conversationum olmayıb o insan. Yəni olub yəni ki müəyyən bir səmimiyyət yəni olsa da özünü rahat hiss eləmirsən. Deyək ki, tutaq ki, bu gün danışacağam ondan, özünü narahat hiss eləmirsən. O beynində deyirsən qarışıb bilməm necə reaksiya verim. Elə bir yenə də elə bir şey olub. Mən sadəcə mən tərəfdən demirəm. Yəni ki bu bioloji bir şeydir bu yəni bu kişilərin. Başa düşürəm, təxminən. Yəni özüm cəhətdən demirəm. Yəni mən normalda əslində çox əsaslı argument da. Yəni sən deyim ki, bu insan halıdır da. Hamı öz cinsini sorğulamalı falan. Yəni məsələn mən əminəmsə ki, tutaq mən özümü kişi genderində hesab edirəm. Okay, əminsən bundan? Hə. Məsələn heç belə sən o ikinci dəfə də Abbas'a şey deyirsən, yəni. Məsələn səndə problem var Abbas. Yox. Yəni ki, belə bir sual gəlir belə ki, məsələn məndə o sual olmuyor. Görsən mən həqiqətən də sual, yəni heteroseksualam məsələn də. Yəni ki, özümü kişi kimi hiss edirəm belə. Yox, məsələn elə bir sual verməyi istəmirsən? Yox. Sən? Sual nədir tam olaraq mən? Sual məsələn atıram da, geylərin qarşısına çıxan ən böyük kanon durumlardan biri nədir ki, mən bunu özümə birinci etiraf edeyim, sonra ətrafıma bunu etiraf edeyim. Düzdür? Çünki səni əgər kişi cinsində doğulmusansa, o məncə, yəni ki, insanın cinsiyyətindən əlavə olaraq, yəni təbii olaraq sən hansı qarşı cinsə, məsəl üçün qadına və ya kişiyə istək duyursan, əlavə olaraq bu cinsiyyət rolları ilə əlaqəli bir sualdır. Məsələn, kişi necə olar? Biz oğlanlar olaraq məsələn həmişə fikirləşmişik də bu kişinin əsl kişi necə olmalıdır? Yəni bunu eləmək kişiliyə yaraşırmı, yaraşmır? Qadınlarla xəbər yoxdur. Bizim divanlarımız olur. Əsl kişi necə olmalıdır? Məsələn 6-7 nəfər oturur. Yox da insan öz içində bunu sorğuluyur da həmişə. Yəni ki, bir rol model götürür kişi olaraq bu və buna oxşuyur məsələn. Kişi kim olmalı, rol model kim götürürsüz? Adəm. Yəni kişilər çoxdur. Hə. Var. Məsələn, sənin heç yəni bir rol modelin var, uşaqlıqdan bəri oxşamaq istəyirsən, atan da ola bilər, dayın da ola bilər məsələn. Məsələn. Yəni hamı da olur. Məsələn, qadınlarda yoxdur rol model. Bir dəqiqə kişi. Rol model deyənə Məsələn, mən kimisə kimi olmaq istəyirəm. Yaxın ətrafdan. Televizorda sən Marilyn Monroe-nu görürsən ki, o olacam mən daha belə. çox mən olmamalı fikirləşirəm. Mən onun kimi olmamaq istəyirəm. Qadın kimi olmamaq istəyirəm. Kim var məsələn? Bu nədir xala məsələn? Hə, də kim var deyək yox. O şeylər də onlar, xasiyyətlər də yox, xasiyyət bu qadın bu xasiyyətindəki bu şeyi almaq istəmirəm, bunu almaq istəmirəm falan belə bir şeylər var. Ümumiyyətlə mənfi xasiyyətləri gərək insan birinci özünə məncə etiraf etsin. Nəysə boş-boş danışma. Yoxlamısan? Nəyi? Yəni açıq sual. Belə bir sual verir. Qeybət deyir ya. Qeybət eləyirsiniz siz kişilərdə qeybət olur. Məncə qeybət ən yəni təbii bir şeydir və o edilməlidir yəni. Yox, məncə dəyişir. Məsələn, qadınla kişi arasındakı qeybətin fərqi var. Qadınla kişi arasındakı yerdəki. Məsələn, mənim yanımda var. Qadınlar oturub evdə oturuq da məsələn, bütün nəslin qadınlar azad yaşayıb qeybət eləyəndə durub çıxıram onu. Çünki əsəbmət olur. Nə tip olur o ki, o sənə əsəbmət olur? Məsələn, atıram bir nəfər vilkanı belə qoyub. Bunu orada təqdim edilən forması odur ki, bu götürüb vilkanı tullayıb kimsə başına. Yəni əlavə şeylər qatılır da, başa düşürsən? Bu kişilərdə də var da. Yox, var təbii. O təbii ki, kişilərdə var. Bütün hamıda var ki, nə bilim mən belə elədim, belə qoydum nə bilim. O kişilər biraz özlərini tərifləmək əsasında gedir. Qadınlarda biraz başqası. Məncə qeybət elə bir şeydir ki, sənin birbaşa və qarşındakının IQ levelinin düz mütənasibdir yəni. Sən yəni ki, nə qədər yüksək zəkalı bir insansansa, sənin elədiyin qeybət də o qədər keyfiyyətli olacaq. Başa düşdün? Yəni sən demiş bu vilkanı götürüb burdan qoydun, məsələn, hə, zaten yəni ki, adamın potensialı budur da, yəni ki, bu maksimum eləyə biləcəyi səviyyət budursa bunu eləyəcək. Və ya nə bilim, məsələn, mən indi tutalım ki, Abbasla məsələn biz analiz edirik məsələn, bir ortaq tanışımızın bizdə qeybət olur. Biz analiz edirik. Yox, biz qeybət edirik. Abbasla ki, ortaq tanışımızın məsələn bir hərəkətlərini sıralayırıq. Buradan biz nəyi götürə bilərik? O şeylə demək ki, bu hərəkətlər yaxşı deyil də, yəni ki, biz bunu eləməyək. Başa düşdün? Eləməyək, söhbəti var. Keyfiyyətli bir qeybətdən çıxarılacaq dərslər çoxdur.
Bəli. Bunu deyim. Amma keyfiyyətsiz qeybətdən heç nə çıxarmır. Bax, Çünki keyfiyyətsiz qeybət eləyəndə videonun keyfiyyətsiz. Hə? Anonim qeybət ən gözəlidir. Bilirsən nəyə görə? Necə anonim məsələn? Anonim filan qeybət. kəs belə elədi. Məsələn, filan kəs deyil də bir nəfər var idi, belə bir şey eləyib deyəndə, o artıq sən o adamla bağlı deyil də o adamın elədiyi hərəkətlə bağlı danışırsan deyə, situasiyaya Onu danışırsan. qeybət sayılmır da, bu daha çox analiz edirsiniz kimi bir şey. Əgər Yəni. bax, analizlə qeybətin fərqi harda ortaya çıxır? Əgər mənim hər dediyimi qəhrəman təsdiqləyirsə, qəhrəman dediyini mən təsdiqləyirəmsə, bu qeybətdir. Yaxud amma hardasa mən gəlib məsələn deyirəm ki, filan kəs də belədir. Qəhrəman orada hardasa xırda bir etiraz edirsə ki, yox, sən də daha çox ağ elədin falan filan. Bu biraz analizə doğru gedir. Məsələn, mən bunu şeylərdə, incislərlə, həmcinslərin oturub söhbət edəndə kimləsə, tutaq ki, məsələn, bir qeybət yönümlü bir şey olanda danışırıq. Məsələn, deyirəm ki, məsələn, sən səhv eləməmisən. Bu çox bir şəkildə incimək şeyində bir reaksiya alıram ki, yəni o ki, sən də səhv eləyə bilərsən də belə bir şey. Bu analizə doğru məsələn bir addımdır. Hə,